Hər kəsə salamlayıram. Bugün sizə çox sevdiyim, mənə xüsusi hisslər yaşadan bu günü sizinlə paylaşmaq istəyirəm. Evimizdə artıq bayramın bu gözəl ab-havası çoxdandan hiss olunur. Hardasa bir ay olar ki, mən bu bayrama hazırlaşıram. Hər tərəfdə hazırlıq, hər tərəfdə sevinc. Bu dəfə isə tamamilə fərqli bir hiss var. Çünki təsadüfə baxın, ayın 20-si həm Ramazan, həm də Novruz bayramıdır. Novruzun şirinliyi və Ramazanın bu nuru sanki eyni süfrədə birləşir və mən bu gözəl enerjini bu xonçalarda birləşdirmək istədim. Burada gördüyünüz Ramazan xonçasını Aynur doktor üçün hazırlayırıq. Daha doğrusu Aynur doktorun gəlini üçün hazırlayırıq. O bunu son anda sifariş etdi. Daha öncədən Novruz xonçaları həm kirayə, həm də bir ədəd səmən xonçası sifariş etmişdi. Amma son anda buna qərar verdi. Özdəki bilirsiniz də bu xonçalar tez bitir. Yəni artıq 2 ay əvvəldən gəlib, amma yəni heç bir dənə də olsun qalmamışdı. Nəysə çox çətinliklə də olsa Ramazan xonçasını tapdım və içinin materiallarını da alıb hazırladım. İndi isə keçdim onun sifariş etdiyi səməni xonçasına. Getmək istəyirəm ki, Ramazan xonçasında gördüyünüz lokumları və fındıqlı xurmaları hər birini bir streç kloka yaxşıca büküb daha sonra yapışdırmaq lazımdır. Gigiyenik cəhət daha təmiz olur bu şəkildə və qeyd edim ki, heç bir zərər dəymir qida məhsullarına bu şəkildə. Yəni mən ən azından elə eləyirəm ki, heç birində problem olmur. Tam təmiz şəkildə, təzə şəkildə ünvana çatdırılır. Və burada da bu quş yuvasını təxminən 2 həftə öncədən hazırlamışdım. İçində olan bütün materiallar, güllər, çiçəklər hər birini 1 həftə öncədən alıb evdə saxlamışdım. İndi isə keçək Aynur müəllimənin xonçasına. Təsadüfə baxın, həm Aynur əgim, həm də Aynur müəllim eyni gündə 2 adda xanım sifariş eləmişdi. Burada görürsünüz belə bir güllərin hamısını anamla köməkli şəkildə yerləşdirdik. Qeyd edim ki, biz bu xonçanı hazırlayanda saat hardasa 1-ə işləyirdi. 2-yə qalmış qutardıq bu xonçanı. Hətta tam qurtarmamışdıq. Biz səmənini ertəsi günə saxladıq. Bir neçə belə nüans var idi ki, onlar qalmışdı. Onları ertəsi günə saxlamalı oldu. Səhv etmirəmsə 17-18 ədəd yumurta boyadıq. Sonradan Aynur müəllimə dedi ki, burada bir dənə də olsun yumurta. Elə bil ki, mən S hərfi hazırlamışdım. Yəni gəlinin baş hərfində belə deyim. Və oğlunun da baş hərfi S idi. İstədi ki, yan-yana biri yaşıl, biri də çəhra rəngli olsun. Növbəti kadrlarda görəcəksiniz. Və çox qəşəng anda həqiqətən də orta hizada qoyduq. Çox gözəlcə görsənirdi. Qaşla bəzənmişdik deyə. Bilirsiniz ki, yumurtalar Novruz bayramı üçün sadə bir adət-ənənə deyil. Bu həyatın yenilənməsi və başlanğıcın simvoludur. Burada mən hər rəngə bir məna qataraq boyamışam əslində. İndi sizə bir izah edəcəm. Məsələn, qırmızı rəng sevginin, istiliyin və ailə bağlarının rəngidir. Yaşıl rəng bolluq, bərəkət və yenilənmə deməkdir. Sarı rəng günəş kimi bir enerji, sevinc və xoş günlərdir. Mavi rəng isə təmizlik, huzur, sədaqəti təmsil edir. Fikir verdinizsə, biz burada premium görüntü yaratmaq üçün çox rəng qarışığından istifadə etməmişik. Xüsusən güllərdə sarı və narıncı, bənövşəyi rənglərə üstünlük verir. Çox gözəl bir uyum yakalamışıq belə deyim. Və əlavə olaraq bir ədəd kəpənək çiçəkləri də var orada gördüyünüz bənövşəyi rəngdə. Ümumiyyətcə çox rəngarəng qatışıq olanda, yəni bilinenin əksinə görüntü əslində heç də yaxşı olmur. Çalışmaq lazımdır 2, maksimum 3 rəngdən istifadə edəsiniz. Bu arada Aynur müəllimə burada gördüyünüz altlıq var, padnosu yəni. Onu qalıcı olaraq gəlinə aparır. İnşallah gələcəkdə gəlini onun içində süfrədə qəşəng xonçalar bəzəyəcək. Hətta öz hər mərasimi üçün də stəkanlar üçün, nərbəkilər üçün rahatlıqla istifadə edə biləcək. Qeyd edim ki, biz bunu alanda diqqət etdik ki, həmin padnosun alt hissəsinin şüşəsi qalın olsun. Zərbəyə çox davamlı bir padnosdur bu. İçindəki yumurtalarda əslində çox rəng qarışığı etmək istəməmişdim. Sadəcə anam bildirdi ki, qırmızı rəng mütləq olsun. Yəni yumurtada adətən qırmızı rəng, xüsusən bayramlıq aparanda çox istifadə olunur. Mən də sözünə qulaq asdım və 2-3 ədəd qırmızı hazırladım. Doğrudan da dediyi qədər yəni qəşəng oldu. Əslində mən maksimum 3-4 rəng istifadə edəcəydim, amma sonradan yaşıl da əlavə etdim. Çünki bənövşəyi, narıncı və yaşıl çox qəşəng görsənir həqiqətən. Bu arada qeyd etməyi unutdum. Şamları da sonradan biri uzun, biri qısa o şəkildə yapışdırdım. Əlavə olaraq səmənin iç hissələrinə, yəni üstünə daha doğrusu göbələkləri qoydum. Və keçdim Aynur həkimin xonçasına. Burada zaten bir çox şeyi öncədən eləmişdim, qalmışdı.
Yumurtaları təptəzə boyadım. Üzərini bəzədim gördüyünüz kimi və hər rəngdən bir ədəd istifadə etdim. Yəni çoxlu rəngarəng xonçalar belə deyim hazırladım, yumurtalar hazırladım. Üzərində bol-bol qaşlarla bəzədim. Hətta deyərdim ki, birazdan görəcəksiniz, çox belə gözə gəlimli, bahalı qaşlar qoymuşam burada. Aynur həkim bizdən həm də mirvari dəstimizdən olan xonçaları istəmişdi. Tam 6 ədəd xonça apardı. Amma biz onlardan sadəcə 4-ünü bəzəyə bildik. Çünki geyim və meyvələri gətirməyi unutmuşdu təəssüf ki. Biz də ona görə çərəzləri, şəkərbura, paxlava və badamburanı bəzədik. Bu arada birazdan onları da görəcəksiniz. Şəkərbura, paxlava və badamburanın alt hissəsinə xüsusi kağızları olur. Onlardan qırmızılar qalmışdı məndə. Əslində daha öncədən mən bütün müştərilərə deyirəm ki, o kağızların ağ rəngini alıb gətirin. Təəssüflər olsun ki, ağ rəngdən də məndə çox az var idi əldə, yəni çatmayacaqdı. Ona görə elə hamısını qırmızı eləməyə qərar aldıq. Zaten xanım özü də sevindi. Çünki deyir ki, yəni qırmızı mənə görə əsl bayram ab-havalı bir rəngdir. Qeyd edim ki, mənim də ən sevdiyim rəng qırmızıdır, ağdır və çəhrayıdır. Bu üç rəngi çox bəyənirəm də, yəni çox bəyənirəm. Dedim ki, təhvil verməmişdən öncə xüsusi gigiyenik salfetlərlə, nəm salfetlərlə silirəm. Hətta lazım gəlsə üzərindən quru dəsmalla da keçib o şəkildə hazırlamağa başlayıram xonçaları. Eyni şəkildə boş xonça verəndə də bunları eləyirəm. Yəni heç vaxt kirli, tozlu, ləkəli xonça vermirəm müştərilərə. Bizə hamısını təhvil vermişdim ki, bir də gördüm çox gec saatlarda mənə zəng gəldi. Böyük ehtimal TikTok və ya Instagram platformasından məni izləyib və xonçalarımı bəyəniblər. Təbii ki, mirvari dəstini istədilər yenə. Amma mən təəssüflər olsun ki, onları verə bilməyəcəyimi qeyd etdim. Çünki artıq öncədən yəni aparıb məndə deyil. O səbəbdən başqa xonçaları təklif elədim. Məndə depoda başqa xonçalar da var. Onları təklif etdim və qəbul etdilər. Ertəsi gün səhər saatlarında da artıq onlara göndərdim. Həmişə də səhifəmdə qeyd edirəm ki, öncədən, yəni heç olmasa ən gec 2-3 həftə öncədən mütləq yazılında növbəyə, yoxsa qalmır. Yəni son dəqiqə elə sifarişlər olur ki, oradan da nə material çatdırmaq olur, nə xonca. Ona görə əvvəldən nə qədər tez bron etsəniz, bir o qədər yaxşıdır və öncədən nə istədiyinizi tam şəkildə vurğulayın. Yəni bir gün, 2 gün qalmış, yox mən başqa bir şey istəyirəm, belə olsun, el olsun. Artıq mənim üçün də çətinlik yaranır, sizin üçün də. Bacımdan xahiş eləmişdi, mənə də belə qəşəng çəkmişdi xonçalarımı. İstədim daha yaxından göstərim və həmin gün xoşbəxtlikdən həyətimizə çox qəşəng bir gün işığı düşmüşdü. Baxın, hamısı zərli-zərli, qaşlı-qaşlı. Hər şey sərgə ilə tam yəni qaydasında hazırlanıb. Bu da Ramazan üçün olan xonçadır. Burada güllərdən az istifadə etməyimin səbəbi məhsulları bol-bol qoymağımdır. Görürsünüz də hər tərəfinə məhsul düzmüşəm və bol sayda düzmüşəm. Və son olaraq ən möhtəşəmi sona saxlamaq istədiyim Aynur müəllimənin gəlinə apardığı xonça. Görürsünüz də sonradan bantiklər də əlavə elədim. Çox fərqli bantikdir o. Məndə incə, zərif görsənir. Və belə yerdən düzdüm hamısını. Ümumi çəkiliş etmək istədim. Baxın necə gün işığında, necə zərif, elegant, zəngin görsənirdi oradan da. Son olaraq hər iki xanımın hazırlatdığı xonçaları belə ümumi şəkildə çəkib göstərmək istədim. Əgər videonu sona qədər izlədinsə, sənə çox minnətdaram və kanalıma abunə olub videonu like edib aşağıda şərh yazmaqla mənə dəstək ola bilərsən. Hər birinizə bir daha xoş izləmələr.